Çox təcili olaraq Yasamal rayonu Mida yaşayış kompleksində qanuni 2 otaqlı mənzil çox ucuz qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı asan xidmətdən təxminən 150-200 metr məsafədə yeni salınmış Mida yaşayış kompleksində. Əvvəlcədən onu bildirim ki, Mida yaşayış kompleksi yeni salınmasına baxmayaraq, daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir və bununla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Mida yaşayış kompleksinin daxilindədir. Hal-hazırda sizə təqdim etdiyim əmlakda, yəni 2 otaqlı mənzildə yerləşir Mida yaşayış kompleksində 12 mərtəbəli yeni inşa olunmuş binanın 3-cü mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan 2 otaqlı tam təmirli isitmə sistemi kombi olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizdə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı asan xidmətin arxasında yeni salınmış Mida yaşayış kompleksində. Yeni inşa olunmuş 12 mərtəbəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan, qanuni 2 otaqlı, tam təmirli, isitmə sistemi kombi olan, sənədi kupçu olan, satış üçün icazəsi olan bir mənzildir. Satış üçün icazəsi olan niyə dedim? Çünki Mida yaşayış kompleksində 3 ili tamam olmamış mənzillərin satışına icazə yoxdur. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 140 min manatdır. Sənədi kupçadır, satışa yararlıdır. Hal-hazırda dövlət ipotekasındadır. Sahibi bildirir ki, mənzil satıldığı təqdirdə borc bağlanacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. İdeal təmirli, qanuni 3 otaqlı mənzil axtaranlar yaxın əyləşsin. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində. İlk öncə onu bildirim ki, mən heç də bura Yeni Yasamal deməzdim, çünki Şərifzadə küçəsi ilə arasında təxminən 250-300 metr məsafədə yerləşir. Yeni inşa olunmuş 17 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir mənzil. Ümumi sahəsi 111 kvadratdır, qanuni 3 otaqlıdır, ideal təmirlidir, yel çəkəndir, hər iki tərəfə eyvanı mövcuddur. Qonaq otağı təkcə 36 kvadratdır. Mənzil 2024-cü ildə dizayner tərəfindən layihəyə uyğun təmir olunubdur. Binanın, mənzilin qazı, suyu, işığı daimidir. Qarajında ödənişli parkovka yeri mövcuddur. Mənzilin istilik sistemi kombidir, sənədi kupçadır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağı demək olar ki, binanın qarşısında yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizdə heç bir faiz tələb etmədən paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində 17 mərtəbəli yeni inşa olunmuş binanın 16-cı mərtəbəsində. Ümumi sahəsi 111 kvadrat olan, qanuni 3 otaqlı, ideal təmirli, yel çəkən bir mənzildir, sənədi kupçadır, ipotekaya yararlıdır, tək qonaq otağı 36 kvadratdır, qazı, suyu, işığı daimidir.
Parkovkada yeraltı, yəni qarajında yeri var saxlamaq üçün. İstilik sistemi mövcuddur, kombidir və bu mənzilin qiyməti 265 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Çox təcili olaraq Grand Həyat yaşayış kompleksində 148 kvadratlıq 3 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Abdülvahab Salamzadə və Tbilisi prospektinin kəsişməsində yerləşən Grand Həyat yaşayış kompleksində 27 mərtəbəli yeni inşa olunmuş binanın 10-cu mərtəbəsində ümumi sahəsi 150 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli və əşyaları ilə birlikdə satılan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. İlk öncə onu bildirim ki, mənzilin sənədi Kupçadır. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağı demək olar ki, binanın qarşısında yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda. Abdülvahab Salamzadə və Tbilisi prospektinin kəsişməsində yeni inşa olunmuş Grand Həyat yaşayış kompleksində 27 mərtəbəli yeni inşa olunmuş binanın 10-cu mərtəbəsində ümumi sahəsi 148 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli və əşyaları ilə birlikdə satılan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Qiyməti 399 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Mida Yasamalda ideal təmirli 3 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı asan xidmətin arxasında təxminən 150-200 metrlik məsafəsində yeni salınmış Mida yaşayış kompleksində 9 mərtəbəli yeni tikilib binanın 4-cü mərtəbəsində ümumi sahəsi 85 kvadrat olan ideal təmirli, yəni şirkət təmiri olmayan, sahibi tərəfindən ideal təmir olunmuş bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzil sıfırdan Evro təmir olunub, elektrik xətləri yenilənibdir, istilik sistemi, boruları, laqalar yenidən qurulub, eyvanları su çəkilibdir, divarlar yenidən mayaqla qurulub, tavan yığılıbdır. Aboy, laminat, kafel, metlaq keyfiyyətli məhsullardan istifadə olunubdur. Hamam və dəhliz istipoldur. 3 otaqdır, 1 mətbəxdir, 1 sanuzel və 2 eyvandan ibarətdir. Daxili qapılar təxminən 2.20 dəyişdirilib. Giriş qapısı Bunker firmasının qapısı ilə dəyişdirilib, yenilənibdir. Mənzil yel çəkən mənzildir. İşıqlı və isti, böyük pəncərələr təbii işıqla təmin edir. İstənilən fəsildə rahat temperatur qorunur. İnfrastruktur və nəqliyyat, inkişaf etmiş infrastruktur, yaxınlıqda məktəblər, bağçalar, marketlər, apteklər, kafelər, rahat nəqliyyat əlçatanlığı, əsas yollarla tez çıxış, ictimai nəqliyyata və metro dayanacaqlarına mümkündür. Parklar və gəzinti yerləri, Zefir Mall, Pilates, istirahət və idman üçün mükəmməl məkanlar mövcuddur.
Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olunmuş binanın 4-cü mərtəbəsində ümumi sahəsi 85 kvadrat olan ideal təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır, sənədi kupçadır, ipotekaya yararlıdır, qiyməti 219.000 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.